Şənbə söhbətləri, ədəbiyyat almanaxı. Salamlayıram sizi, əziz dinləyicilərim. Bugün Şənbə söhbətləri ədəbiyyat almanaxı verilişimizdə gözəl yazıçımız, mərhum yazıçımız Elçin Əfəndiyev anılacaq. Elçin Əfəndiyev Azərbaycanın xalq yazıçısı idi, ictimai xadim idi və bizim gözəl, sevimli yazıçımız idi. Bugün studiyamızda qonaq var. Elçin Əfəndiyev haqqında danışmaq üçün, həm söhbət olmaq üçün verilişimizə Kənan Hacını dəvət etmişəm. Xoş gəlmisiniz Kənan müəllim. Çox sağ olun, təşəkkür edirəm. Bilirik ki, bu günlərdə biz çox ağır itkilər yaşadıq ardı-ardına. Azərbaycan ədəbiyyatının çox gözəl nümayəndələri və bizim sevərək oxuduğumuz və bizim yazılarıyla, ədəbi nümunələri ilə böyüdüyümüz, boya başa çatdığımız gözəl nasirlərimiz dünyanı tərk etdi. Gözəl şair nasirlərimiz dünyanı tərk etdi, ədəbiyyatçılarımız dünyanı tərk etdi. Onlardan biri də Elçin Əfəndiyevdir, bizim sevimli yazıcımız. Mən bilirəm ki, siz ona mehribanlıqla yanaşdığınız bir insandır, həyatınızda böyük rolü olmuş bir insandır. Çox istərdim ki, bu barədə danışaq Kənan müəllim. Əvvəla təşəkkür edirəm dəvət üçün. Elçin müəllim bizim Azərbaycan ədəbiyyatında 60-cılar nəslinin görkəmli nümayəndələrindən idi. Öz əsli xətti olan, öz yazı manerası olan bizim böyük yazıçılarımızdan idi. Mən hələ uşaqlıq vaxtlarımda, uşaq yaşlarımda Elçinin Ölüm Hökmü romanını oxumuşdum. Yadıma gəlir, yazıda da qeyd eləmişəm. Ağır xəstə yatırdım, yorğan döşəkdə, qış vaxtı idi. Bizdə kənd yerində işıqlar tez-tez sönürdü. Yadımdadır ki, işıqlar sönmüşdü, şam işığında onun Ölüm Hökmü romanını oxuyurdum. Anam da deyirdi ki, gözün xarab olar, yaz səhər oxuyarsan. Səhərə qədər mən o romanı oxuyub bitirdim və Elçinin üslubuna, yazı manerasına valih oldum və sevimli yazıçılarımdan birinə çevrildi. Onda heç mənim ağlıma gəlməzdi ki, mən nə vaxtsa yazıcı olaram, nə vaxtsa ədəbi mühitdə Elçin müəllimlə münasibətlərimiz olar, heç ağlımın ucundan keçməzdi. Belə oldu ki, 2015-ci ildə biraz ağır xəstəlik keçirdim. O xəstəliklə bağlı bizim yazıcı dostumuz Alpay Azər Elçin müəllimə müraciət elədi, Xulisas saytı vasitəsilə ki, bəs Kənan Hacının vəziyyəti ağırdır. O dövrdə Elçin müəllim baş nazirin müavini vəzifəsində idi. Bəli, həmin dövrdə baş nazirin müavini idi və heç gözləmədiyim halda 2 gündən sonra mənə Nazirlər Kabinetindən zəng elədilər ki, narahat olmayın, sizin vəziyyətiniz Elçin müəllimin nəzarətindədir. Elçin müəllimin tapşırığı ilə Səhiyyə Nazirliyi mənə lazım olan dərmanları verdi. O vaxtı çox bahalı dərmanlar idi. O dərmanlar vasitəsilə belə deyək də biraz elə bir ki, ömrüm uzandı da. Ona görə mən Elçin müəllimə həmişə ömrüm boyu minnətdar olmuşam. Bir dəfə tədbirlərdən birində bizim qələm dostumuz Fərid Hüseyn Elçin müəllimə mənə görə təşəkkür elədi ki, çox sağ olun, Kənanın vəziyyəti ilə bağlı o vaxtı operativcəsinə siz reaksiya verdiniz, tədbirlər gördünüz. Elçin müəllim dedi ki, əsas odur ki, sağlamlığın yerindədir, yazıb yaradırsan. Və bir də mənim üçün yeni olan bir faktı açıqladı ki, sənə görə dedi, Nəsiman Yaqublu da məndən xahiş eləmişdi. Mənə çox belə qəribə gəldi ki, Nəsiman Yaqublu ilə bizim heç münasibətimiz yox idi, heç. Yəni, şəxsi tanışlığımız da yox idi. Mən onu Cümhuriyyət tariximizlə bağlı kitablarından tanımışdım və mənim üçün belə yenilik oldu, qəribə göründü mənə. Nəsiman Yaqublu mənə görə Elçin müəllimdən xahiş eləyibmiş. Yaxşılıq unudulmur Kənan müəllim. Unudulmur, bəli, unudulmur. Elçin müəllimin dəfnində hər birimiz üçün biz çox düşmüş halda. Həm də çox gözlənilməz oldu. Çünki Elçin Əfəndiyev çox sevimli yazıçıdır və mənə elə gəlir ki, ədəbiyyata gələn hər bir yazıçı, nasir Elçin Əfəndiyevi oxuyaraq ədəbiyyata gəlib. Çünki mən özüm də onun elə bir əsərləri ilə, yazıları ilə ilk oxuduğum nasirlərdən biridir. Və sizin də yəqin ki, yaradıcılığa gəlməyinizdə onun böyük rolu olub. Əlbəttə, bu əsərlərin böyük rolu olub. Bayaq qeyd elədim, Ölüm Hökmündən sonra mən onun hekayələrinin vurğunu idim. Onun hekayələri, xüsusən yadıma gəlir Şuşaya Duman gəlib hekayəsi. Bir də o Bakı stixiyasını, Bakı mühitini, Bakı paradigmasını öz nəsrində çox gözəl, çox ustalıqla verə bilirdi. Və onun dili insanlara daha çox yaxındır, oxucuları daha çox cəlb edir. O insanlarla o cəzbedici bir üslubu var idi. Bu ancaq Elçin üslubu idi. Onun
Bakıdan yazdığı povestlərində də, Qarabağla bağlı hekayələrində də, məsəl üçün Ölüm hökmü romanı tamamilə başqa bir temadır. Yəni Azərbaycanın yaralı bir dövrü, repressiya dönəmindən keçmiş bir xalqın orada faciəsi var. O tamam başqa stixiyanı ifadə eləyir. Həqiqətən də Elçin müəllim çox peşəkar bir yazıcı idi və düşünürəm ki, bizim yeni gələn ədəbi nəsillər zaman-zaman Elçindən çox şey öyrənməlidirlər. Onun yəni bütün varlığı ilə ədəbiyyata bağlı adam idi. Ədəbi prosesi izləyirdi. Bütün gənc imzaları tanıyırdı, oxuyurdu. Onların haqqında yazılar yazırdı. Yəni ədəbi prosesin nəbzini tutmağı bacaran bir yazıcı idi. Yəni o boyda vəzifə daşımağına baxmayaraq ədəbi proseslə bağlı icmal xarakterli yazılar da yazırdı. Bəli, bəli. Həm də ki, bütün bu deməli 60-cı, 70-ci illərdə ədəbiyyata gəlmiş nasirlərimizdən biri idi və dövrünə görə çox gözəl qarşılanmış. Məsələn, biz həmişə ona Anar, Elçin ikisinin adını bir yerdə çəkirik və mən yenə də qayıdıram o dəfn mərasiminə. Anar müəllimin çıxışı hamımızı kövrətdi və onun bircə kəlmən sözü ki, mən bilmirəm ki, bundan sonra kiminlə zəngləşəcəm və öz məhrəm söhbətlərimi kimlə edəcəm, o artıq bizi elə bir məhv etdi bir insan. Və çox ağırdır ki, bir insanın öz yaradıcılıq dostunu, öz yaxın dostunu, sirdaşını və ədəbiyyatda da, həyatda da sirdaşını itirdi Anar müəllim. Mənə elə gəlir ki, həmin günün ağrısı onun ailəsi başda olmaqla birlikdə hamımızın üzərinə çökmüşdü. Biz Elçin müəllimi ötürməyə, haqq dünyasına ötürməyə hazır deyildik. Biz onun nə xəstəliyindən hali idik, nə bir, yəni zamansız oldu bizim üçün. Çox gözlənilməz oldu, həqiqətən. Çox qəribədir ki, Kənan müəllim, məndə də bu his var. Mən bilirəm sizdə də var. Mənə elə gəlir ki, bəzi yazıçılarımız əbədidir. Əlbəttə ki, onlar hekayələrində, yazılarında və həyatda qoyub getdikləri kitablarında əbədidirlər. Bax, siz necə düşünürsünüz bu barədə? Tamamilə doğrudur. Yəni əsl ədəbiyyata xidmət edən yazıçılar, onlar elə bir ilahi missiya ilə göndəriliblər də Azərbaycan ədəbiyyatına. Elçin müəllim də o ilahi missiyanın daşıyıcılarından idi. Onun əsərləri təbii ki, yaşayacaq. Azərbaycan ədəbiyyatı var olduqca, Azərbaycan insanı var olduqca Elçinin əsərləri də yaşayacaq, onu yaşadacaq. O bir-birindən gözəl əsərlər. Yəni Azərbaycan insanının necə ifadə edeyim onu bilmirəm. Azərbaycan insanının xarakterini yaradırdı. Yəni arxetiplər yaradırdı. Yəni gələcək nəsillər ondan o arxetiplər baxımından daha çox faydalanacaq. Azərbaycan insanının 20-ci əsrdə keçdiyi tarixi yol bu öyrəniləndə həmin tədqiqatçılar ədəbiyyatda məhz Elçin müəllimin əsərlərinə müraciət edəcəklər. Xüsusən Ağdəvə, Ölüm hökmü romanlarına və xüsusən də o Bakı mühiti ilə bağlı yazdığı o Bir görüşün tarixçəsi, Toyuğun diri qalması, Dolça povestləri. Yəni bunlar hamısı bizim bir-birindən maraqlı və yüzlərdən də çox töv bir ömür o yazılarla, romanlarla biz zəngin dramaturgiyası da var. Çox. Azərbaycan dramaturgiyasında da böyük xidmətləri olan yazıcı idi. Və teatrların formalaşmasında böyük rolü olub onun əsərlərinin, aktyorların üzə çıxmasında onun böyük rolü olub. Aktyor nəslinin yetişməsində böyük xidmətləri olub. Mən yadımdadır ki, Elçin müəllimin bir 10 ildən sonra belə bir kiçik hekayəsi var idi. Mənim gənclik dövrümə düşür. Mən onu oxuyurdum və mənə elə gəlir ki, insan həmişə bu 10 il məsələsi məni çox düşündürürdü. Və mən həmişə ömrümü, insan ömrünü 10 illiklərə bölürəm. Və bu həmən o əsərdən qaynaqlanıb, mənim içimdə qalıb. Və mən bilirəm ki, Elçin müəllim bir çox yazıçılara, yəni özünün də xəbəri olmadan öz hekayə və yazıları ilə yol göstərən bir yazıçı idi. İctimai xadim idi, filologiya elmlər doktoru, professor idi. Amma bütün bunların, bu vəzifələrin fövqündə onun yazıçılığıdır. O çox böyük bir yazıçı idi və Azərbaycan ədəbiyyatı üçün bir, nə bilim, Azərbaycan ədəbiyyatının şah əsəri mən deyərdim ona. Çox sevilən bir yazıçıdır əslində. Çox
doğru qeyd elədiniz. O müsahibələrindən birində də ona sual vermişdilər ki, bəs siz daha çox ictimai Məmursuz. xadim, professor, Bəli. məmur yoxsa yazıcı? O həmişə qeyd eləyirdi ki, Yazıcı. mən yazıcıyam. Bəli. Bu mənim üçün ən yüksək vəzifədir. Eyni zamanda hamının yanındaydı, amma eyni zamanda da belə qüruruyla, öz şəxsiyyəti ilə, özünə məxsus düşüncə tərzi ilə fərqlənirdi. Ağayana bir insan Ağayana idi, bir ağayanalıq insan. var idi O heç onun vaxt duruşunda. özünü, biz onu düşünə bilmədik ki, o müəyyən bir yaşa, bəlli bir yaşa gəlib çatıb. Biz onu hiss Doğrudur, etmədik, doğrudur. Kənan müəllim. Bilmirəm Belədir. siz necə, amma mən onu hiss etmədim. Mənim üçün o həmişə cavandı, həmişə yəni Həmişə. ailəmizdə onun haqqında edilən söhbətlərdə Çoxuna elə gəlir ki, Elçin müəllim heç, yəni qocalmadan, yəni həmişə belə məğrur duruşu ilə, Bəli. belə necə deyirlər, ağayana görkəmi ilə, əsl yazıçı duruşu ilə belə bizim yaddaşımızda qaldı. Elə o baxımdan çoxları üçün gözlənilməz oldu onun ölümü. Bəli, o cümlədən də sizin və sizin həyatınızda Bəli, çox çox. böyük bir rol Çox, olub. yəni mənim taleyimdə böyük rol oynayıb. Yaradıcılığınızla bağlı, yaradıcılıqla bağlı siz bölüşürdünüzmü onunla? Yox, çox nadir hallarda. Bir dəfə Nar ağacı adlı bir hekayəm çap olunmuşdu ədəbiyyat qəzetində. Bəli. Elçin müəllim zəng elədi ki, Kənan, təbrik eləyirəm səni. Bəlkə də bu sənin ən yaxşı hekayəndir. Mən deyir, ara sıra ədəbiyyat qəzetində sənin hekayələrini oxuyuram, izləyirəm. Amma mən sizə deyim ki, Kənan müəllim, bu çox böyük bir şeydir ki, yəni bu sizin Çox, uğurunuzdur. çox, Çünki yəni mən- o cür yazıçıların yəni həm fikir verməsi ədəbi Bəli, nümunələrə, həm də özündən bir çox siz onun yanında çox gənc yazıçı sayılırsınız. Təbii, Yəni o təbii, dövrə əlbəttə görə. ki, bəli, Amma bəli. onun sizə münasibəti mənə elə gəlir ki, bu sizə daha çox stimul oldu. Çox gözlənilməz oldu mənim üçün ki, yəni Elçin müəllim mənim hekayəmi oxuyub və üstəlik mənə zəng eləyib münasibətini bildirdi ki, bu hekayə sənin bəlkə də ən yaxşı hekayəndir. Bəli. Çox bəyənmişdi, o Nar ağacı hekayəsini çox bəyənmişdi. Dedi, imkan olsun, biraz başım ayırsın, sənin haqqında bir yazı yazacağam. İndi həyat elə gətirdi ki, Bəli, bəli. ömür və Amma xayrı bilirsiniz ki, sizin yaradıcınıza münasibəti müsbət idi. Bəli, Və bəli. sizin insanınıza yəni münasibəti müsbət olub və Sözsüz, onun əlbəttə. yenə də bayaq da vurğulayıram, teatrlarda çox böyük rolu olub. Azərbaycan teatrlarının puxtələşməsində, rejissorların puxtələşməsində və aktyor oyununda çox böyük rol olub və mən xatırlayıram onun bir pyesini Poçt şöbəsində xəyal. Və bunu demək olar ki, bir çox teatrlarda və hətta universitetdə tələbələrin ifasında da mən Sizə deyim ki, ilk pyesidir. Bəli. Elçin müəllimin 60-cı illərin axırında yazdığı ilk pyesidir. Yazıldığı dövrdə də tamaşaya qoyulmayıb. Uzun illərdən sonra, səhv etmirəmsə, Mehriban Ələkbərzadə quruluş vermişdi o tamaşaya. Mən fikir verirdim ki, Elçin Əfəndiyevin əsərlərinə tələbələr daha çox müraciət edirlər. Məsələn, Admiyonun tələbələri, rejissorları daha çox müraciət edirlər. Çünki onun nəfəsi, onun yazdığı əsərlər gəncliyə daha uyğundur. Gənclər onun yəni o pyesləri oynamaqdan böyük zövq alırdılar. Məqamı qısa qeyd edeyim. Buyurun. Deməli, bu yaxınlarda Özbək yazıçısı Abdulla Qədirinin Ötən Günlər romanı əsasında, onun motivləri əsasında bir pyes yazdım. Bəli. Və həmin pyesədə bizim görkəmli rejissorumuz, xalq artisti Məraim Fəzəliböv quruluş verdi. Bakı Bələdiyyə Teatrının tamaşalarından idi. Biz Elçin müəllimi dəvət elədik və o gəldi. Lap ömrünün son aylarında idi. Aprel ayının səhv eləmirəmsə 27-sində Akademik Dram Teatrında tamaşanın premyerası oldu. O həmişəki yerində əyləşmişdi lojada. İzləyirdi tamaşanı. Tamaşa bitdi, sonra biz səhnəyə çıxdıq da. Səhnəyə çıxanda mən gördüm Elçin müəllim ayaq üstə durub mənə baxır, gülümsəyir və alqışlayır. Sonra gəldi, səhnə arxasına gəldi bir-bir aktyorları, rejissoru və məni təbrik elədi və mənə dedi ki, sən mütləq dramaturgiya ilə məşğul ol. Kollega belə zarafatla dedi. Bunun özü də mənim üçün böyük qiymət idi ki, mənə dedi ki, sən mütləq dramaturgiya ilə məşğul ol. Kənan müəllim, nə düşünürsüz bu haqqda? Yəqin ki, indi hal-hazırda yenə Bakı Bələdiyyə Teatrından bir sifariş almışam. Bu dramaturgiya elə bir ki, mənim yaradıcılığımda yeni bir, tamam yeni bir mərhələdir. Mən deyərdim ki, Elçin müəllimin nə o tamaşaya gəlməyi təsadüfi deyil, nə sizə o sözləri deməyi təsadüfi deyil. Bu bir sizə informasiyadır, bir missiyadır ki, o Elçin müəllim bu dünyada gənc yazıçılara və bütünlüklə ümumiyyətlə yazıçılara bir örnək oldu. Son görüşümüz onda oldu. Yəni Elçin müəllimlə sonuncu görüşümüz
həmin tamaşa vaxtı oldu. Ondan sonra mən eşitdim ki, xəstədir, Türkiyəyə getdi, müalicə aldı, gəldi və biz elə bilirdik ki, adi bir müalicəyə gedib. Ötərgi bir, yəni keçən. Mərahim müəllim mənə xəbər verəndə inanın ki, belə şoka düşdüm ki, inanılmaz bir şeydir. Necə ola bilər ki, Elçin müəllim artıq həyat. Bu həyatdır bizdən əvvəl gələnləri, sevdiyimiz yazıçıları, şairləri bir-bir haqq dünyasına qovuşurlar və biz onları bu dünyadan yolçu edirik, ötürürük və onların qoyduğu iz ilə getməyə Azərbaycan ədəbiyyatında davam edirik. Siz də, yəni ki, siz də o cür yazıçılardan birisiniz. Bir şənbə söhbətləri ədəbiyyat almağı verilişimizin də belə sonuna gəldik. Bugün ədəbi yaddaş rubrikamızda gözəl yazıçımız, mərhum yazıçımız, sevilən xalq yazıçısı Elçin Əfəndiyev anıldı. Verilişi sizin üçün hazırladılar müəllif Aysel Fikrət, rejissor Anar Məmmədov. Kimler geldi, kimler gitti bu dünyadan. Bu dünyadan kimler geldi, kimler gitti bu dünyadan. Arif olan nakem olmaz bu dünyadan. Bu dünyadan arif olan nakem olmaz bu dünyadan. Bu dünyadan. Her devranda bir gerdiş var, min renk çalır bu rüzgar. Her devranda bir gerdiş var, min renk çalır bu rüzgar. Hüner göster, bir şey yapar bu dünyadan. Bu dünyadan hüner göster, bir şey yapar bu dünyadan. Bu dünyadan. Zeynal gezer el-obanın, güzellerdir iman. Zeynal gezer el-obanın, güzellerdir din imanı. Bir gün çeker öz kervanı bu dünyadan. Bu dünyadan bir gün çeker öz kervanı bu dünyadan. Bu dünyadan.